Sabahınız xeyir uşaqlar. Bugün fransız dili hazırına gedirəm indi. Saat 9'da başlayır. Mən saat 8'in yarısı çıxdım, 9'un yarısı çıxdım evdən. Gedirəm. Şimdi gedirəm. Oradan çıxıram. 10'da deyəsən yox. 11'in yarısı buraxacaq, 11'in yarısı buraxacaq gedirəm. 12'də evə çatıram. 12'də yox, yəni niyə 12 olsun ki həm. Oradan çıxış edirəm, evə gəlirəm, gedirəm. Nədadır? Yaddan çıxdı. Azərbaycanla, hə. Gitdim indi. Deyirdim ki, yine 6 bazar yata biləcəm. Yine o 6 bazar yatamadım. Hazırlıqlar salacaq. Sabah da müəllim əlavəyə salacaq bazar gününə. Onda da heç alınmır. Neyse. Bilcil düzgün də. Geldim, çatdım fransız dili hazırlığına. Buradan da çıxıb gedəcəm Azərbaycanla. Fransızdan çıxdım. İndi gedirəm evə. Evdən də magazinə gedirəm. Oradan nə sal gedirəm Azərbaycanla hazırlığına. Zərf idi onsuz özümüz. Bir də test vermişdik. Bir tane test kapı götürüm. Suyu aldım. Şimdi gedirəm hazırlığa. İstiqamət, yolunu məmnunluğu, hazırlıq. Bəz müəllimdən danışım, bilmirəm. Amma həqiqətən qəşəng müəllimdir, yəni dərs başlamaq əla, sabah da çox qəşəngdir. Adamı sıxmağı, bilən sıxmaq deyəndə, yəni dərs öyrəməyəndə həm o dəqiqə şikayət göndərir də həqiqətən. O cəhəti həqiqətən çox qəşəngdir, çünki adam arxayan olmur da, yəni demir. Oy, onsuz da öyrənməmişəm, deməyəcək onsuz da. Adam Azərbaycan dili dərsini sevməyənlər də, yəni oxumaq istəməyənlər də, oxumağı gələnlər, amma oxumaq istəməyənlər də məcburiyyətdən onu oxuyur ki, şikayət getməsin. Doğanda oxumaq, yəni məcburiyyətini beyində qalır onun. O çox qəşəngdir həqiqətən. Riyaziyyat müəllimlərdə söz yox. Əla, çox qəşəng. Fransız dili mənim də qəşəngdir həqiqətən. Plus fransız dili mən biraz dil ədəbiyyatdan Azərbaycan riyaziyyata baxanda, yəni biraz səylankar yanaşıramdan xoşum gəlmir o qədər də. Gəldim ev uşaqlar. Bir xeyli olar 3-4 saat olar da evə gəldim. 2-də gəldim, saat indi 5-dir. 3 saat gəlmişəm evə və hələ dərsləmə başlamamışam. Biraz dincəldim, biraz indi xeyli yığılmışdım. Dincəldim, indi başlayıram dərsə. Başlamağına faiz nisbət tənasüb işləyəcəm. Yenə riyaziyyat işləyəcəm. Kompüterdən baxamadım, kompüter dondu. Həqiqət sinirmişdir, dondu kompüterlə bağladım, dedim telefona baxım. Ona görə çox çəkənməyəcəm. Həm tam da Hüseyin müəllimin izahlarını tapmışdım. Nəysə, buradan işləyim mən də. Baxın izahlarına, sonra test işləyəndə quyruq qolumu işləyərik. Uşaqlar, faiz dərsinə telefonun baxası olmadım. Çünki kompüteri açdım, gördüm donmur. Dedim elə buradan baxım. Həqiqətən başa düşmədiyim dərs, dedim burada bunları dəftərimə qeyd edim. Həqiqətən əvvəl başa düşmədiyim dərslərə indi kompüterin YouTube'dan baxanda, müəllimlərin izahlarına baxanda elə qəşəng, elə əla başa düşə bilirəm ki, yəni çox qəşəngdir. Qeydlərimi də aparmışam, çox qəşəngdir, başa düşürəm. Nümunələrlə birlikdə test topusundan baxdım, cəmi 176 dənədir səhv edəmirəmsə. 176 dənəsinin 176 hamısını işləsəm, yəni mən faizdən əla bilirəm də, yəni əla deməyim, yaxşı bir bazam olar. Sonra həqiqət ədlər gəlir, həqiqət ədlərdə işləyərəm, çünki həqiqət ədlər çox xoşlayıram. Deyirəm, qoyun telefon bura, siz biraz baxın, çünki indiyə kimi eləməmişəm, hamısı ancaq danışmışam, bir də kompüterdə videonu göstərmişəm. Qoyun məncə belə 2x-dən qoyarım, bir də arxaya da bilmirəm, mahnı fon qoyarım.
elə göstərə bilərəm. Bir dənə baxın müəllimə. Baxın, həqiqət bir dəqiqə. Qeydlərimi də aparmışam. Əla, həm TikTokdan da takipçim sayım artıb deyə daha başqa bir sevincim var. YouTube'dan da 36 takipçi almışam. Neyse, yenə bu da bir şeydir. Dünən yox. Bugün 30 idim, 36 olmuşam. Buna da şükür. Hər şey olmaz. Yavaş yavaş qalxacağım inşallah. Faize göre de tapmak için verilmiş ədədi faiz göstərən ədədə bölüb altdan nəticə 100% olmaq lazım. Bəli. Məsəl üçün 4 faizi bir adət qaraciyərdə belə. Yox, qaraciyər. 4 faiz nədir? 16 bərabər. Çarpma proqram və həmin 0.4 faiz üçün Geldim ama vaxtım biraz geçmiş ola bilər. 06:36 baxın. Heç olmaz. 6 dəqiqədə heç olmaz. Başlayaq işləməyə. Ya Allah. Unutmayın. Videoda beğenseniz like etmeyi unutmayın əziz şagirdlər. Mən əvvəl istəyirəm ki, faizdən bir qısa danışım. Düzdür, faiz izahını verməyəcəm tam olaraq, çünki burada bir link gəlib, oradan istəyirəm faizin izahına baxa bilərsiniz. Biz isə danışaq qısa. Uşaqlar, faiz mövzusuna buradan baxdım. Sərxan müəllim, öz müəllimim və onsuz da bu dərsi keçəcək. Bir məhsullu təlimlər keçmişdi. Həqiqətən çox qəşəng başa saldı. Həqiqətən çox qəşəng də başa düşdüm. Faiz mövzusuydu. Keçməyib əslində. Keçəcək. Buradan da YouTube'dan da baxıram ki, izahlarına müəllim daha yaxşı baş salanda buradan aldığı məlumatlarla bərabər Sərxan müəllimin verdiyi məlumatlarla bir yerdə hamısını toplayım. Daha yaxşı faiz mövzusu mənim beynimdə qalsın ki, imtahanda faizdən, nisbətdən və tənasübdən və digər mövzulardan düşsə, mən onlardan yaxşı nəticə toplayım və balım yaxşı gəlsin. Məqsədim odur ki, 200 bal heç olmasa keçə bileyim. İnşallah daha çox gələr, amma məqsədim odur ki, 200 bal keçmək. İnşallah ürəyində olan bütün abituriyentlər, tələbələr, şagirdlər ürəklərində olan balı, istəklərini yığa bilərlər. Amma məncə bunu bilməlidirlər ki, bunlar hamısı olduğu yerdə, yəni durduğun yerdə olmur. Bunların hamısını gəlirsən çalışa-çalışa, əziyyət çəkə-çəkə sən bunların hamısını eləyərsən. Yəni atan, anan və ya nənən, baban, hər nəsə böyüyün, valideynin sənə demir ki, get daş daşı, qoyun otar, onu elə, bunu elə demir. Sənə əmr vermir. Sadəcə sənin üçün odur ki, oturasan bu masanın qarşısında
Sadəcə dərs oxuyasan, kitab oxuyasan. Səndən istəkləri budur. Onların əziyyətlərini yerə salmaman. Nəysə, çox danışdım. Keçim dərsimə. Bir də bunun qaydasını yazdım. Qeyd dəftərimdə hamısını qeyd eləmişəm. Faizi, tənasübü, nisbət hamısını qeyd eləmişəm. Müəllimin dedikləri də var idi. Sərxan müəllimin dedikləri burada köküydü. Kök. Aha, rasionel qüvvət var idi. Adi kəsirlər keçən dəfə keçdi. Hamısını bir qeyd, nöqtə vergülünə kimi lövhədə yazdım. Mən də yazdım. Bir də bu faiz, nisbət, tənasüb. Bunlar da özüm YouTube'dan baxdım izahlarına bəzilərinin. Birinci gündə müəllim keçəndə daha yaxşı başa düşəcəm və bazam daha yaxşı olacaq. Nəysə. Qaydalardan baxıram, əzbərlədim, öyrənmişəm hamısını. Öz yazdırdıqları bəzi misallar da var idi. Telegramdan müəllimə suallar tapmışdım. Sərxan müəllimə demişdim, bəzi beynimdə qalan suallar var. Sağ olsun, o da dəftərimdə hamısını bir cavablandırdı. Həqiqətən çox maraqlı gəlirdi və sağ olsun hamısını, izahını verdi. Gəldim bura. Deməli deyir ki, birinci 4 nəfər 5 dənə oxuyur. 9 nəfər 3 dənə oxuyur. Onda mən bu 25 nəfərdən çıxsam əgər 4 ilə 9-un cəmini, yəni 25 çıxılsın 13 desəm taparam 12 nəfər 4 dənə oxuyur. Çünki qalanları 4 dənə oxuyurdu. Müəllim 36-cı tapşırığı başa saldı. Deyib burada da izah. 37-ci tapşırığı da yazdım. Öz müəllimin başa saldığı üsulla. Amma bir də deyim. Deməli bunda 30-dan çıxırıq. 5 dənə olur üçün cəmi 5 nəfər 5-dən alanlar, 13 nəfər 3-dən alanlar, digər qalanlar 4 nəfər oxuyur. Bütün şagirdlər neçə faizi 4-dən oxuyur. Deməli 30-dan çıxırıq 5 alanlarla 3 alanların cəmini 18. 30-dan 18 çıxırıq 12. 30 nəfər deyir axı ümumi. 30-da 12. Bunu vururuq 100%-ə. 12-dən 30-u 3 ixtisar apararıq. 10 qalır məxrəcdə, 4 qalır surətdə. 10-la da 100 ixtisar gedir. 10 burada qalır 1, burada qalır 10. 10'a vururuq 40%. Görə indi müəllim aldığım cavabdan düz çıxacaqmı? Çox faydasız gəlir mənə ki, onsuz demişəm də burada nə dəyişdik. 5 nəfəri 5-dən 13 nəfəri Dəqiqə. 3-dən oxuyur. Deməli 5 burada, 13 burada, 18 nəfər nə oldu? 4-dən oxumur. Bizə 4-dən oxuyanlar lazımdır deyə yenə 12 nəfər 4-dən oxuyur. İndi uşaq 30 nəfər sinifdə 100%-dir. Bəs 12 nəfər necə faizdir? Bu da bizə tanış olur. Deməli 5 nəfərlə 3-dən oxuyanlar hesabladı 18 nəfərdir. 30-dan 18 çıxın, yerdə qaldı 12 nəfər 4-dən oxuyanlar. Biraz düz çıxım inşallah düz çıxar. Qarşıaz vuranda x vur 1 bərabər 4 vur 10, yəni 40 nəfər. Yenə eyni şey tapır. Düz tapmışam. Bir də B variantı düzdür. Allah, çox qəşəng. Sevinirəm həqiqətən belə çıxanda. Əziyyətlərim qarşılığını görürəm. İstəyirəm riyaziyyatı yazıb bitirəndən sonra, yəni bu 3 saat 37 dəqiqalıqdır da, yəni 40 dəqiqə, 3 saat 40 dəqiqə deyək. Təxmini 4 saat deyək. Bu 4 saat əlavə, saat indi 9-dur. Bunun hamısını indi yazmayayım da, yoxsa gücüm çatan qədərini yazım. Qalan vaxtımı da riyaziyyatdan bəzi məlumatlar, məsələn, riyaziyyatın atası kimdir, riyaziyyat, Pifagor teoremi, məsələn, Vier teoremi, əlavə məlumatlar öyrənmək istəyirəm. Onlara biraz vaxt ayıraram. Alınmasa da, yəni sabaha. Çünki sabaha heç bir dərsim yoxdur. Dərsim yoxdur deyəndə, yəni hazırlığım yoxdur. Fransız dilim yoxdur əlavə. Həmişə əlavə çağırırdı fransız dil müəllim, Nazim müəllimlə, Azərbaycan dil müəllimim çağırırdı həmişə əlavə. Riyaziyyatdan isə müəllim 11-ci sinifə çağırır deyə bizi çağıramır. Hər nəysə. Yəni sabaha heç bir hazırlığım yoxdur deyə polnu boşam. Və bu vaxtımdan riyaziyyatı oxuyaraq dəyərləndirmək istəyirəm. Yəni bu qədər. Hələ ki, yəni gücüm çatan qədərini yazacağım. 176 dənə misaldır. Mən hələ bunun 38-indəyəm. Yəni qeyriyə qalıb 138 dənə misal qalıbdır. Onun ən azı bir xeylağını yazım ki, sabaha da bir hissəsi qalsın. Sonra bundan yazandan sonra da istəyirəm buradan yazım. Çünki güvən həqiqətən topluya baxanda, 9 illik topluya baxanda, yəni buna baxanda həqiqətən çətin və qəlizdir. Biraz qeyri qərizlər, yəni çətin çəkdiyim bəzi misallar var.
Bu 38-ci misalda heç bir müəllim izah verməyib dələ. Deyir ki, 450 ədədi 2, 3, 4 ədədləri ilə düz mütənasib hissələrə bölünmüşdür. Alınmış ədədlərdən ən kiçiyini tapın. 3, 2, 3, 4 ədədləri. 2, 3 ədədlərini x kimi götürsək, 2x plus 3x plus 4x-i bunu da toplayıb cəmlərini 450 ədədinə bərabər eləsək, bunu tənlik kimi yaza bilərik. 9x bərabərdir 450-yə. X-imiz də burada bərabərdir 450 ədədin bölü 9-a. X-imiz də burada bərabərdir 9-a hədə 50-yə. 50-yə bərabərdir. Aha, 50 tapdıq. Deyir, alınmış ədədlərdən ən kiçiyini tapın. Ən kiçik ədədimiz burada 2x-dir. Deməli, 2-ni də vururuq. X-imizə 50 tapdıq. Vururuq 50-yə 100. Ən kiçiyimiz nə oldu? 100 C variantı. Görə indi irəlim çıxır. Suallar. Elə bilmək üçün. 38. 450 ədədi bunlarla düz mütənasib hissələrə bölünmüş. Bunu müəllim bayaq qayda izahında demişdi. Şimdi baxmışıq qaydasına əvvələ baxsın. 2K, 3K və 4K deyilmiş bunlara. 450 bərabər toplasaq 5K da 4K 9K olacaq. Buradan da K tapılır. 459-a bölün 50. Alınmış ən kiçiyini tapın ədədlər. Hansı ən kiçik K təbii ki? 2 vur 50. Canımız 100. Bu 150 bu da Düz çıxır xala. Əla. Və onu həqiqətən çox sevinirəm. Hə, bir də müəllim başa salır salmağına. Amma mənim burada yenə başa düşməklərim olanda bunu karandaşın işarə edirəm. Məsələn, baxın, 18-ci suala başa düşmədiyim. Sarıxan müəllimə verirəm, sualı başa salsın. Çünki tam başa düşmədim aydın şəkildə. 27-ci sual tam aydın şəkildə başa düşməliyim. 31-ci sual başa düşmədim tam aydın şəkildə. Yəni hələ ki bu qədər sualları başa düşmədim. İndi digər suallara baxaq. Uşaqlar, mən xeyli işlədim. Xeyli deyəndə 39-daydım. 50 kimi işlədim, amma həqiqətən yoruldum. 11 dənə misal işlədim, azdı, amma yoruldum. 11 deyil əslində. Bugün səhər durdum, fransız dilinə getdim. Vlogda da göstərdim, videoda da göstərdiyim kimi. Oradan çıxdım, getdim Azərbaycan dilinə. Oradan gəldim evə, 3 saat düzdür, biraz fasilə verdim. Yemək falan yedim. Sonra başladım dərsə. Dərsə başlayana saat 5 idi. İndi saat 9-dur. 4 saatdır dərs oxuyuram. Yəni bu 4 saat, yəni nətər deyim, başa vurmuram ki, sən ildə 4 saat oxumusan, sən çox oxumusan. Bunun ən azı 1 saatı mənim qaydama getdi. Digər qalan 3 saatım isə bu misalları başa düşməyim, qaydanı oxumağım və adi və onluq kəsrdən biraz misal qalmışdı. Onları da yazmamışam və yarım saatda biraz fasilə verdim. Hər 50 dəqiqə oxuyanda, hər 50 dəqiqədən sonra bir 10 dəqiqə fasilə verirəm. 3-50 dəqiqə yəni verdim, 150 dəqiqə, onun yarım saatı, hər neysə. Yəni, bu günlük məndən bu qədər vloqum. Sabah daha başqa bir video ilə, yəni yenə riyaziyyatdan, hətta bəlkə Azərbaycan dil işlərim. Vloqdan yenə sabah çəkəcəm, paylaşaram və yaxud da ondan sonraki 2 günlük vlog kimi paylaşaram. Sağ olun, salamat qalın, gecəniz xeyrə qalsın.